Dezinformasiyalar bugün bəşəriyyəti ən çox narahat edən problemlərdən biridir və bir çox hallarda dezinformasiyalar özü ilə siyasi kataklizmlər gətirsə də, dezinformasiyaların bütövlükdə ictimai maarifçiliyə və həmçinin pozitiv dəyərlərin təbliğatı prosesinə də bir çox hallarda çox böyük zərbələri dəyir. Və bugün dezinformasiya qlobal anlamda elə bir böyük bəlaya çevrilib ki, dezinformasiyalar bəzən dövlətlərin bir-birinə qarşı hibrid müharibələrində bir vasitədir. Bəzən hətta başqa bir şirkətin digər şirkətlə rəqabət apara bilməməsi sonucunda əl atdığı primitivlik kimi ortaya çıxır və bütövlükdə saxta xəbər bugün o qədər aşağı səviyyəli üsullarla dünyada tirajlanılmağa çalışılır ki, daha çox kütlələrdə inandırıcılıq qabiliyyətinə malik olsun. Və əlbəttə ki, dezinformasiyalardan bugün dünyanın əziyyət çəkməyən heç bir ölkəsi mövcud deyil. Bugün dezinformasiyalara qarşı mübarizə ilə bağlı dünyada çoxlu panel iclasları, beyin mərkəzlərinin toplantıları keçirilir, analitik hesabatlar dərc edilir. Hər bir halda dezinformasiyaların ifşa edilməsi üçün dezinformasiyalara qarşı kampaniyalar da daha da çox olmalıdır və insanlıq bütövlükdə dezinformasiyanın qlobal, real xəbər yükünə qarşı, təhdidlərinə qarşı mütləq bir müdafiəçi qismində iştirak etməyə bacarmalıdır. Yəni, dezinformasiyaya qarşı ayrı-ayrı təşkilatlar və strukturlar formatında aparılan beynəlmiləl mübarizədən başqa hesab edilir ki, vətəndaş cəmiyyəti, media və sosial mediada informasiya savadlılığı yüksək olan şəxslər də hər zaman bu prosesin ön sıralarında yer alsın. Bugün isə biz həm dezinformasiyalar, həm də dezinformasiyaların zərərli vərdişlərə qarşı mübarizəyə törətdiyi çətinliklərdən danışacağıq. Real tədqiqatda mənim qonağım tədqiqatçı, araşdırmacı Məhbubə Mehdiyevadır. Məhbub xanım, bilirik ki, dezinformasiyalarla bağlı məqam kifayət qədər həssas məqamdır. Bu daha çox siyasi yönəlimlərin, siyasi debatların və diskussiyaların müzakirə mövzusudur. Amma dezinformasiya cəmiyyətdə bütövlüklə mənəvi mühitə də çox ciddi təsir göstərmək qabiliyyətinə malik olur. Bir tədqiqatçı kimi necə düşünürsünüz? Dezinformasiyaların bütövlükdə qlobal anlamda ən negativ tərəfləri və cəhətləri nələrdir? Ümumiyyətlə, dezinformasiyanın elə ancaq bir tərəf var, o da negativ tərəf. Çünki informasiyanın əsası olmadığı halda paylanılması bir mənalı şəkildə negativ haldır. Əvvəlki dönəmlərdə niyə dezinformasiya bu qədər az idi sualını versələr? Xeyr, hər dönəmin öz dezinformasiya mənbələri olub. Sadəcə indiki mənbədə artırma surəti daha yüksəkdir. Məsələn, biz illər əvvələ dönsək, şayələr dediyimiz o məlumatlar hansı indiki dövrün dezinformasiyalardır. Bir kənddən digər kəndə, bir şəhərdən böyük bir kəndə və yaxud da ölkələr arası şayələr. Bütün bunların yayılma müddəti bu qədər texnika və elmi inkişafı xidmət etmirdi ki, sürətli yayılsın. Məsələn, bugün eşidilən məlumat bir qonşu tərəfindən hansısa şəhərə, bazarlığa gedən X şəxs gedib məlumatı çatdırır ki, xəbəriniz varmı? Bu şəhərdə bu məlumat baş verib, bu hadisə olub və beləliklə məlumat ötürülmə zamanında bir kəsikliklər var idi. Və insan beynində də belə bir insan beyninə nəzər salsaq, böyük bir torpaq ərazisidir. Yəni, biz əkdiyimiz toxumun sonra barını görə bilərik. Amma və əkinçilikdə də belə bir xüsusiyyət var, biz toxumla yanaşı alaq otları da görürük. Yəni, insan beyni nə qədər tutumlu, geniş olsa da biz informasiyanı eşitsək də, yaxşı toxumlar əksək də, o alaq informasiyalar, alaq, lazımsız otlar gəlir bizim məhsuldar torpağımızı, yəni beynimizi, təfəkkürümüzü işğal edir və biz daha məhsuldar ola bilmirik. Dezinformasiyanın mənfi cəhəti bu qida zəhərlənməsi qədər təhlükəlidir. Bəlkə də dəm qazınla onu karbon monoksidlə müqayisə edə bilərik ki, məsələn, insan dəm qazından zəhərlənəndə uzun müddət saniyələr daha çox olanda qan kimyəvi cəhətdən təmizlənə bilir. Amma beyində olan fəsadlar uzun müddət qalır. Hansı ki, onlar yaddaş pozğunluğudur, hərəkətlərdir, emosionallığın yadlığıdır. Dezinformasiya da odur. Yəni, biz lazım olmayan informasiyanı ötürürük beynimizə, emosional yaddaşımıza saxlayırıq və o emosional yaddaş da bizə uyğun olan informasiyanı çatdırır. Bəzən insan doğrunu eşitmək istəmir. Çünki doğrunu eşitməyə hazır deyil və hər bir mənbənin də artıq dezinformasiya mənbələri öz qurbanını seçiblər. Hansı ki, məsələn, bəzi məlumatlar var ki, sırf pensiyalar və yaxud da maaşlarla bağlı olur. Bəzi dezinformasiya mənbələri sırf iqtisadi hansısa qiymətin enməsi və qalxması, digər dezinformasiyalar maşın alqı-satqısı ilə bağlı olur və öz qurbanlarını seçirlər. Qurbanını seçəndən sonra ilkin mərhələ
düzgün informasiyanı çatdırmaqdır. Məsələn, informasiyanın doğruluğunu müəyyən qədər saxlayır, gerçək olmayan informasiyanı bəzəyir və təqdim edir. Və artıq kütlə başlayır inanmağa, həm mənim marağıma xidmət edir və nə gözəl ki, mənə xidmət edir, lazım olan məlumatı verir. Artıq kütləni müəyyən alqoritmlərini toplayandan sonra bu bazar quldurları, informasiya quldurları başlayır həmin kütləni istədiyi təqdirdə idarə etməyə. Yəni bu idarə etmədə böyük bir kütləni bir buxov halında salır, idarə edir. Bu qiymətlər belə dəyişəcək. Hətta bu yaxında belə bir sosial şəbəkələrdə paylaşılmışdı ki, yəni real olmayan olimpiyadalar keçirilir, real olmayan hadisələr baş verir və süni intellekt sayəsində də görüntü əldə edilir. Bizim görmə və eşitmə hissələrimizdə bir insanın adını eşidirik, soruşuruq, adı yadında qalmır, amma üz cizgiləri yadımızda qalır. İndi də süni intellekt sayəsində bizə o verilən informasiya bir görüntü də əlavə edirik. Və görüntü əlavə etdikdən sonra həmin o qurbanlar hadisənin artıq şahidini də görmüş olurlar. Hadisədir, görüntüdür, bu artıq 100% dəqiqdir. Artıq o əvvəlki Fatma Nisə xala, Sona bibinin məlumatları keçib artıq kifayət qədər ciddi görünən, lakin heç bir əsası olmayan informasiya daşıyıcılarına. Və unutmayaq ki, dəm qazı kimi, karbon monoksid kimi zəhərlənmə olan və beynimizin böyük bir hissəsini, məhsuldarlığımızı itirən bu informasiyalar heç bir zaman bizə xeyir gətirə bilməz. Və bunu düşünməliyik ki, məlumatı əldə etdikdə birinci özümüzə müəyyənləşdirməliyik. Necə ki, sağlamlıq üzrə bizdə immunitet olur, bədən immuniteti. Və o immunitet bizə lazımsız mikroblardan, xəstəliklərdən qoruyur. İnformasiya immunitetini formalaşdırmalıyıq. Bugün biz xəbəri kimdən oxuyuruq? Və bu xəbər eşidildiyində hansı mənbələrdən müraciət etməliyik? Məsələn, bugün sağlamlığa aid yeni bir mikrob, virus, koronavirusda COVID-19 dönəmində biz bu hadisələrin şahidi olduq ki, vaksinlərlə bağlı, xəstəliklərlə bağlı, ölüm və olum hadisələrinə bağlı böyük bir bazarda yanlış rəqəmlər dövrəyə düşmüşdü. Biz düşünməliyik ki, hansı sahəni eşidiriksə, ona uyğun nazirliyin və yaxud da qurumun rəsmi saytlarından oxumalıyıq. Çünki yəqin ki, bizə tabi olan və yaxud da tabi olmayan qurumlar, bizə xidmət edən qurumlar birinci bizim təhlükəsizliyimizi və sağlamlığımızı qoruyurlar. Ona görə dezinformasiyanın ümumiyyətlə dez və yaxud da sağlam informasiya olduğunu bilmək üçün müraciət etməliyik həmin sahəyə tabi olan rəsmi qurumlara. 2. Vaxt tezliyi. Məsələn, bəzən hadisələr olur ki, hadisə baş verib saat, məsələn, 14:00-da, 14:05-də məlumat yayılır ki, həmin şəxsin belə bir sağlamlıq problemi var idi, aşkarlandı, ekspertizaya getdi. Nəzərə alaq ki, bir hadisə baş versə yol qəzası, ona gələn hadisə yerinə müdaxilələr var, ekspertizanın nəticəsi var. 5 dəqiqəyə o hansı ekspertiza dərhal verə bilməz hadisə ilə bağlı. Təbii ki, baxın, burada demək ki, zaman kəsiyinə önəm verməliyik, informasiyanın mənbəyinə, kim tərəfindən yayımlanıb, hansı kökə əsaslanır. Məsələn, bugün hesablayaq ki, o qədər asandır ki, süni intellektə hazırlanmış foto və videoların, real foto videolarından ayrılması. Lakin bir qızıl xət var, o da səslərdir. Süni intellekt artıq səslər mövzusunda biraz həssasdır və hər kəsi standart bir səs sahibidir. Amma unutmayaq ki, nə qədər yer kürəsində insanlar varsa, necə əl üzləri fərqlidirsə, onların emosiyaları və səsləri də fərqlidir. Ona görə informasiyanı eşidəndə mütləq ki, biz müəlləşməliyik. Həqiqətən bu görüntü ilə səs üst-üstə düşür. Həqiqətən bu insanın səsi bu insanla uyğunlaşır və yaxud da daha çox məşhurlarla bağlı səslər yazılır. Xahiş olunur ki, elə həmin şəxsin real müsahibələrini və yaxud da səslərini dinləsinlər, uyğunlaşdırsınlar mimiklərindən. Mimiklər səslərlə üstə düşürmü? Yəni, süni intellekt bugün kədərli bir hadisəni sevincli kimi səslə təqdim edə bilir. Bunu bəzən müəyyənləşdirə bilir. Bu yollarla biz müəyyənləşdirə bilərik. Və Məhbə xanım, ən düşündürücü məqamlardan biri odur ki, dezinformasiyaların daha çox sosial şəbəkələr üzərindən yayıldığını görürük. İndi bunu da açıq söyləmək lazımdır ki, dünyada çox ciddi qlobal media institutları da özəlliklə Qərbdə təəssüflər olsun ki, imperializmin daşıyıcısı kimi hansısa ölkəni hədəfə alırlarsa, məqsədli şəkildə manşetlərə dezinformasiyanı çıxardırlar. Mənim sualım bu kontekstdə budur ki, sosial şəbəkələr dezinformasiyaların yayılmağında
doğrudan bir rupordumu? Çünki biz dezinformasiyanın çökdürülməsində də sosial şəbəkənin uğurlarından istifadə edirik axı bəzən. Buyurun. Ümumiyyətlə, indiki dövrdə hər kəs sosial platformalarda qeydiyyatdan keçir və demək olar ki, ən azı bir 3 sosial platformada qeydiyyatıq və biz məlumat daşıyıcısıyıq, həm də istehlakçısıyıq, istehlakı gətirənik, istifadə edənik. Yəni bazarda, informasiya bazarında artıq hər birimiz tərəfik. Və bu tərəf olanda artıq biz istədiyimiz informasiyanı istehsal edib, istehlak halında bazara təqdim edirik. Lakin məsələ budur ki, məşhur tədqiqatçı Albertin bir kitabında belə bir qeyd olunur ki, informasiya və sosial şəbəkələrin heç bir və yaxşı və pis yönünü deyə bilmirəm. Tək bir yön deyirəm. O da informasiyadan necə istifadə etməkdir. Yəni, bugün sosial şəbəkələrdə həqiqətən çox gözəl məlumatlar var və biz o məlumatlardan istifadə edib müxtəlif dilləri öyrənə bilirik və yaxud da onlayn şəkildə ölkələrə səyahət edə bilirik və insanlarla iş və biznes əlaqələri qura bilirik. Yəni, bizim o istifadəçi olmağımız həm də necə istifadə etməyimizdən asılıdır. Lakin bu məlumat kütləsini nəzərə alsaq, hər bir sosial şəbəkəçi bugün hansısa bir qurum haqqında və yaxud da məlumat haqqında geniş bir informasiya toplayır və paylayır, normaldır. Yəni, bugün sosial şəbəkələrdə hər kəsin haqqıdır ki, informasiya mübadiləsində iştirak etsin. Lakin hər kəs informasiyadan, hər kəs məlumatlardan və hadisələrdən danışa bilər. Amma qurum adından, sırf hansısa qayda adından danışmaq mümkün deyil. Yəni, siz danışa bilərsiniz, bu təbii haldır. Lakin bunun nə qədər əsası var? Çox həssas yanaşmalıyıq məsələyə. Məsələn, bugün adi hansısa bir ərazidə yanğın hadisəsi fərqi yoxdur. Məsələn, Süleyman Rəhimov küçəsində bir yanğın baş verir və bizi izləyən nə qədər insanlar var ki, o yanğında o ərazidə əzizləri, yaxınları yaşayır. Və biz bu informasiyanı yazdıq, bitdi və həmin anda interneti və bağlantını bağlayıb evdə rahat əyləşərkən kimisə dərhal təşvişli halda öz övladına, ailəsinə, yaxınına, əzizinə zəng edir və o yanğında səndə varsanmı sualını verir. Və yaxud da düşünün ki, belə bir hadisə alıblar və öz əzizlərinlə telefon əlaqəsi yarada bilmirlər. Nə qədər böyük bir faciəyə səbəb olur. Bəlkə də bu informasiyada həm də biz empati qurmağı bacarmalıyıq. Necə xırda bir hadisə bizi kədərləndirirsə, biz böyük bir hadisələrdən, böyük bir miqyaslardan danışırıq. Lakin yaxşı tərəflər də var. Məsələn, bugün hansısa bir negativ hallar baş verərkən onu biz sosial şəbəkələrdə işıqlandırırıq. Bəlkə də daha tezlikdə o öz nəticəsini tapır. Həmin şəxslər də var, hansı ki, özünü yox, həm də ətrafını, heç tanımadığı insanların şikayətini işıqlandırır, müəyyən qurumlarla əlaqələndirir. Bugün o demək deyil ki, problem var və bütün qurumlar onu həll etməlidir. İctimai iştirakçılığı təmin etməklə bugün biz bir çox problemləri həll etmiş olarıq. Amma yenə dediyim ki, insanlara və insanlığa qarşı diqqətli olmaq şərti ilə hər bir informasiya bir insanın yaradıcısı və məhv edicisi ola bilər. Ona görə danışarkən və yaxud da bir mimik göstərib məndə məlumat var, sizə bu an paylaşa bilmirəm, amma yaxında deyəcəm başlığı ilə IP kütləsi, böyük bir kütlə toplamaq və süni şəkildə əldə olunan o populyarlığı insan süni şəkildə də əldən verə bilir. Çünki unutmayaq ki, hər bir informasiyanın öz yükü var. Daşıya biləcəyimiz yüklər ətrafında toplaşmalıyıq. Çox gözəl bir məqama toxundunuz. Hər bir informasiyanın öz yükü var məsələsi. Doğrudan da əgər buna hamı əməl eləsə, mən hesab edirəm ki, biz saxta xəbər, fake news adlandırdığımız o negativ fenomenə qarşı mübarizədə daha effektiv nəticələr əldə edə bilərik. Və əlbəttə sizin tədqiqatçı kimi ən önəmli sahəniz zərərli vərdişlərə qarşı mübarizədir. Bu sahədə maarifçilik aparırsınız, müxtəlif tədqiqatlarınız var. Dezinformasiyalar zərərli vərdişlərə qarşı maarifçilik və mübarizəyə hansı əngəllər törədir? Ümumiyyətlə, zərərli vərdişlər adından göründüyü kimi o qədər təhlükəlidir ki, və biz bugün bunu artıq biz real həyatdan virtual həyata addım attığımız üçün və bu keçid artıq məsuliyyət düşür sosial şəbəkə istifadəçilərinin üzərinə və çox təəssüf ki, normal və yaxud da qaydasında olmayan həyat tərzini
bəzi insanlar normal həyat kimi yeniyetmələrə və uşaqlara təqdim etmiş olurlar. Bizim öz iradə və ağlımız var hesab edirik, amma zərərli vərdişlərin bizi hansı məqamda, hansı emosional boşluqda tapa biləcəyini düşünə bilmərik. Çünki heç kimsə bu zərərli vərdişin qurbanı olmaq istəməz əvvəlcədən. Ona görə bütün sosial şəbəkələrin istifadəçilərindən bəlkə də acizanə şəkildə xahişim odur ki, biz yeniyetmələri və uşaqları öz çirkli və hesablanmamış çağırışlarımıza qurban etməməliyik. Çünki zərərli vərdişləri yeniyetmələr və uşaqlar olduğu kimi anlamaya bilər. Bugün dünyada, bütün cəmiyyətlərdə ilkin dünya qurulması və bu qədər texnikanın inkişafı sağlam gələcəyə xidmət edir. Və bugün biz də zərərli vərdişlərdən sosial şəbəkələrdə hansısa bir qısa roliklər halında düzgün olmayan məlumatları yaysaq və yaxud da zərərli vərdişləri lazımlı tərəflər kimi kiməsə satmağa çalışsaq, bu heç bir əxlaq və qaydalara zidd olmuş olar və biz heç bir nəticə ala bilmərik. İnsanlıq baxımından həm də hüquq müstəvisindən və zərərli vərdişlərin sosial şəbəkələrdə müəyyən aspektlərin dəyişdiyini də görürük. Eyni zamanda bugün qurumlar, vətəndaş cəmiyyəti və ictimai iştirakçılıq, bütün aidiyyatı orqanlar birləşərək böyük bir mübarizə kampaniyaları aparırlar və o kampaniyalarda çox maraqlı bir sosial çarxlar çəkilir, video çarxlarda hətta gənclərdən də istifadə edirlər. Bu çox gözəldir. Bəlkə də dünya artıq elə bir çağırışa xidmət edir ki, bugün biz nəzəriyyədən praktikaya yönlənməliyik. Məsələn, elə ölkələrin bir qismində də uşaqlara məktəblərdə və universitetlərdə də insan bədəninin hər zərərli vərdişdən qəbul etdikdə hansı tezlikdə məhv olduğunu göstərir və bugün əvvəllər biz nəzəriyyəni, qaydaları danışırdıqsa, bugün artıq biz praktikadan danışırıq ki, bu zərərli vərdişlər niyə zərərlidir? Yəni, insan ümumiyyətlə niyə bundan istifadə etməməlidir? Sosial şəbəkələrdə də gündəlik bəzən statistikalara rast gəlirik ki, bu qədər məhsul var, bu qədər zərərləşdirilib. Amma ümumilikdə mən elə narkotika və narkomanlığa qarşı mübarizə komissiyasının statistik rəqəmlərini istəyirdim sizə xatırladım. 2 ton 828 kiloqram, 28,848 qram bu il narkotik maddələr, psixotroplar və onların prekursları dövriyyədən çıxarılıb. Bu il 2025-ci ildə yanvar və may aylarında 3 ton 313 kiloqram, 859,7 qram. Hələ ki, may ayına qədər nəzəriyyədə. Bu isə fərq olaraq böyük bir fərqdir. 485 kiloqram, 830,852 qram. Yəni 17,2%. Bu o deməkdir ki, bunlar artıq zərərsizləşdirilib və dövriyyədən çıxarılıb. Və bu dövriyyədən çıxarılma artıq o deməkdir ki, bizim üzərimizə düşən bu zərərli vərdişlərin dövriyyəyə çıxarıldığını izah etməkdir. Nə üçün ümumiyyətlə bu zərərli vərdişlər bizim həyatımıza daxil olmalıdır? Sağlam həyat varkən, böyük olimpiyadalar, yaxşı bir həyat, gözəl bir ağciyərlərimizlə nəfəs almaq varkən niyə biz bu fəsadların qurbanı olmalıyıq? Ümumiyyətlə, qurbanı olmuşuqsa da bundan sonra nə etməliyik? Yəni, istənilən bir yolun alternativ geri dönüşü olmalıdır bu həyatda. Mən istəyirəm, baxın, vaxtımız çox azdır. Qısaca mən sizə son sualımı da ünvanlayım. Zərərli vərdişlərə qarşı mübarizədə maarifləndirmənin əhəmiyyəti və ümumiyyətlə bu sahədə media olaraq və eyni zamanda bloqosfera olaraq, sosial media aktivistləri olaraq bizim üzərimizə əsas hansı vəzifələr düşür sizcə? İstəyirəm bu mövzuya da toxunasam, amma çox qısaca buyurun. Hər bir insanın, mən artıq burada kateqoriyalara bölmək istəmirəm, yaşayan, nəfəs alan, düşünən hər bir insanın ilkin məsuliyyəti bu vəziyyəti müəyyənləşdirdikdə səbir və təmkin göstərməlidir. İlkin məlumatlar hər zaman təhlükəli və qorxulu görünür, amma səbirli, təmkinli olaq. Dərhal düzgün diaqnostika üçün həkimlərə müraciət edək. Heç bir hadisəni bu son kimi qiymətləndirməyək. Mənim övladım, mənim qardaşım, mənim bacım deyə düşüncələrə, kateqoriyalara ayırmayaq. Çünki xəstəlik var və onun müalicə üsulu var. Müxtəlif qurumların da aidiyyatı qaynar xətləri var. Müraciət edirik. Bugün o dönəm deyil ki, biz hansısa bir nöqsanı müəyyənləşdirək və evdə 4 divar arasında saxlayıq. Əsla. Bugün biz özümüz
biz özümüzə çağırışlar edib və ona xidmət etməliyik. Birlikdə çalışan qurumlarımızla birlikdə ictimai iştirakçılıq, qeyri-hökumət təşkilatları fərqi yoxdur. Sizin müraciət edə biləcəyiniz bir telefon qədər yaxın informasiya daşıyıcısı kim varsa müraciət edin. Qaynar xətlərə 802 və digər xətlərə müraciət edin. Fikrinizi ola bilər ki, doğru, düzgün, ilkin məlumatı paylaya bilməyəsiniz. Amma deyin ki, mənə kömək lazımdır. Bəlkə də insanın elə sağalma cəhdi də budur. İlkin məlumat. Mənə kömək edin, mən bu vəziyyətdəyim və yaxud da yaxınlarım bu vəziyyətdədir. Unutmayaq ki, heç bir insan, heç bir həyatı boyu hansı hadisələrdən sığortalanmayıb. Məsələ varsa, həlli də var. Gec müdaxilə biraz təhlükəlidir, amma nə qədər tez məlumatlı olsaq, nə qədər tez müdaxilə etsək və bir-birimizə kömək etsək, təcrübə proqramlarımızı bir-birimizdən bölüşsək, daha yaxşı nəticələr əldə etmiş olarıq. Təşəkkür edirəm Məhbubə xanım, çox sağ olun. Sağ olun. Xatırladım ki, real tədqiqatda mənim bu gün qonağım tədqiqatçı, araşdırmacı Məhbubə Mehdiyeva idi. Dəyərsizliyi dünyada kult halına gətirməyə çalışan bəlli mərkəzlər dezinformasiyalar vasitəsilə real mübarizə və zərərli vərdişlərə qarşı atılan addımların qarşısını almağa və fon yaratmağa çalışır. Və biz bugün görürük ki, dezinformasiya elə bir çirkab halına gəlib ki, özəlliklə süni intellekt kimi bəşər elm və texnikasının ən böyük nailiyyətlərindən birini də dezinformasiyanın yayılma ruporuna çevirməyə çalışırlar. Bugün dərin saxtakarlıq olan deepfake üsullarından istifadə edərək sosial şəbəkələr üzərindən müxtəlif saxta video və foto materiallar yaymağa çalışırlar və bütün bunlar həm də göstərir ki, qlobal səviyyədə media savadlığı, sosial media savadlığı və bu sahədə maarifçilik və təbliğat ən yüksək səviyyədə olmalıdır. Çünki dezinformasiyalara qarşı mübarizədə də media savadlığı ən önəmli informasiya silahlarından biridir. Tədqiqatlarla qalın.